Bu yolda başına gələnləri kontrol edə bilməsən də, necə davam edəcəyini və sonuçda kim olmaq istədiyini özün belirləyirsən. Əslində düşünürəm ki, qəbul etməli olduğumuz şey çox bəsitdir. Yəni sən sonucu, nəticəni ancaq xəyal edə bilərsən. Və bu prosesdəki başına gələcəklər təbii ki, nəticəni etkiləyəcək. Amma sən əgər o nəticəni ürəkdən və çox istəyirsənsə, necəsə olursa olsun, hətta xəyalındakı kimi olmazsa belə, yenə də ona nail olursan. Demək istəyirəm ki, həyatında bir şey gerçəkləşdirmək istəyirsənsə, onunla dalga keçən, ona inanmayan, onu ciddiyə almayan insanlardan ya uzaq dur, ya da uzaq dura bilməyəcəyin bir insan mühitidirsə, o zaman onları dinləmə və yaxud da eşitməzdən gəlir. Başa düşürəm, onların hansısa bir uğursuzluq ssenarisindən danışmaqları səni həvəsdən salmağının səbəbi bu ehtimalın şüur altına yerləşməsi və heç cür ağlından çıxa bilməməsi ki, ya onların dediyi kimi olarsa. Amma sənə %100 əminliklə deyə bilərəm ki, hətta onların dediyi kimi belə olsa, bunu sənin təcrübə edib öyrənməyin sənə daha çox şey qatacaq. Nəinki ürəyində həmin arzunun uqdə qalıb və gerçəkləşdirilməməsi. Əgər sən sağlam ortamlardasansa, istəyinə bir adım daha hər gün yaxınlaşırsan. Olduğun ortamların istəyinlə əlaqəsinin olub-olmamasının fərqi belə yoxdur. Əsas odur ki, istəyin sağlam bir istəkdir, yəni səni daha pro levelə keçirəcəyi bir istəkdir, yəni pozitiv yönə dəyişəcəyi bir istəkdir və olduğun ortamlar da müsbət ortamlardır. Bu müsbətlik nəyə görə ola bilər? Ola bilər ki, sağlamlığınla bağlı, məsələn, idmana gedirsən, sağlam kofe-shoplara gedirsən, sağlam qidalana biləcəyin yerlərə gedirsən, sağlam psixologiyası olan insanlarla arkadaşlıq edirsən, müxtəlif dillər bilən insanlarla conversation klublara gedirsən və s. Bütün bunlar sağlam mühitlər sayılır. Bəs bilirsən niyə sağlam mühitlərdə olmağın istəyinə hər gün səni bir addımda yaxınlaşdırır? Çünki sağlam mühitdə olan insanların beyni açıqdır, zehni açıqdır, görə bilir. Bir işıltını, bir cövhəri, bir insanda görə bilir. Belə bir hekayə oxumuşdum ya da izləmişdim, tam bilmirəm. Çox məşhur bir skripkaçı əvvəlcə metroda çox böyük kalabalıqlar, hansı ki işə tələsir, heç zamanı yoxdur və yaxud da bəlkə də heç musiqi zövqü onu anlamağa əl vermir. Elə bir insan ortamında skripka çalır və onun qazancını səhv eləmirəmsə göstərirlər, toplayırlar və daha sonrasında həmin skripkaçı ünlü bir əslində məşhur bir insan və onun konsertindən əldə etdikləri gəlir müqayisə edirlər ki, bu eyni bir insandır. Suyun üzərindən də belə bir şey var. Tutaq ki, su normal marketdə, turistik ərazidə, nə bilim, daha az əlçatan olan yerlərdəki hansısa bir köşklərdə qiymətləri fərqlidir. Bu əslində nə demək? Ortama görə insanın, əşyanın, hər şeyin dəyəri dəyişə bilir. Əgər sən sağlam düşüncəsi olan və sağlam yöndə xidmət göstərən mühitlərdəsənsə, o zaman sənin hətta başqa alanda olan istəklərin, xəyalların, arzuların səni dilləndirdikcə, sən insanlarla ünsiyyətə girdikcə, kontakta girdikcə onların şüur altına oturacaq və sən onlar üçün hər hansısa bir fürsətdə, hər hansısa sənin arzularına yaxın bir məqamlarda ilk axtarılan insan olacaqsan. Düşünürəm ki, arzuları gerçəkləşdirməyin ən deyərdim ki, ən böyük açarı budur. Təbii ki, o arzunu gerçəkləşdirmək üçün sən də o alanla ilgili nələrsə etməlisən, məşğul olmalısan, özünü gelişdirməlisən. Bu heç zaten inanmıram ki, kiminsə arzusu varsa özünü saxlaya bilsin ki, o alanla bağlı nəsə öyrənmədən qala bilsin. Düşünürəm ki, bu heç kəsdən mümkün deyil. Mən sizinlə bugün zamanla mənə heç kimin tövsiyə etmədiyi, özümün yaşayaraq öyrəndiyim bir sirri paylaşdım. Yəni, düşünürəm ki, təbii ki, burada arzuların, istəklərinə gedən yoldakı təhsilin, bacarıqların, potensialın, bunlar hər biri təbii ki, önəmlidir.
Amma hər bir işdə olduğu kimi sənin özünü, yəni özünü sanki bir portfolyo gibi, bir CV gibi sunman önəmlidir. Gerçək həyatda da bunu etmən önəmlidir. O demək deyil ki, sən buna görə məkan seçəcəksən. Xeyr, sən zaten müəyyən qədər sağlam düşüncəli insansansa, öz bədənini, ruhunu sevirsənsə, doğru vaxt keçirmək üçün doğru məkanlar, doğru insanlar tərcih etdiyin sürəcə bir cümlə var. Sadəcə gerçəkdən gözəl olan insanlar iltifat edə bilir. Gerçəkdən bir alanda uzman olan insanlar çöməzlərlə dalga geçmir, yəni yeni başlayanlarla dalga geçmir və həqiqətən düşünürəm ki, həqiqətən də sağlam düşüncəsi olan, sağlam məşğuliyyətləri olan insanların beyni, zehni açıq olur. Yeteneği kapa bilir, səndəki ceferi görə bilir. Müəyyən qədər insan arzusunu gerçəkləşdirməsi sadəcə özünə bağlı deyil. Müəyyən qədər collaboration işidir bu. Müəyyən qədər sənin həyatın kiməsə toxunmalıdır və kimsə sənin həyatına toxunmalıdır. Ümid edirəm ki, bu video həqiqətən də arzuları üzərində çalışan, xəyalları üzərində çalışan qızlarıma ən çox istəyirəm. Təbii ki, ulaşar, onlar izləyərlər. Bir insanın ortama girərkən yaydığı, verdiyi enerji müəyyən qədər özündən asılıdır. Yəni əslində sən çox başqa fərqli auraya sahib ola bilərsən, bəlkə bunu gizlətməyi tərcih edirsən. Mən həmişə deyirəm ki, hamıya deyirəm ki, çox insan bunun əksinə inanır. Arzuların, xəyalların, hədəflərin haqqında danışmaqdan qorxma. Ay göz dəyər, ay nəzər dəyər. Düşünmürəm. Əgər bir şey müəyyən qədər səndən üst olan, inandığın hər hansısa bir ilahi qüvvə varsa, bu fərq etmir. Dindən, hansı faktorlara inanırsansa və səndən asılıdırsa, heç bir səninlə eş dəyər olan potensialda, yəni insandan söhbət gedir, səninlə eş dəyər olan varlıq bunu dəyişə bilməz. Və sən buna inanmadığın sürəcə zaten dəyişə bilməz və əksinə sən arzularını vanilya üçün qapını açır. Sən arzularına nə qədər çox inanırsansa, hədəflərinə nə qədər çox inanırsansa, bir o qədər kənardan səbirsiz, həyəcanlı, həvəsli, daha doğrusu səbirsiz görünə bilərsən. Yəni bu enerjini insanlara yaymağın bilirsən necədir? Kelebək etkisi kimidir. Orada heç bir yanlış yoxdur və sən yalnız o zaman doğru insanlarla kontakta girə bilərsən. Yalnız o zaman gəlin sizə bu mırıltını göstərim. Bu xoşbəxt olduğunu göstərir. Mən insanların özlərini ifadə etdikcə, özlərini danışdıqca, təbii ki, faktorlar var. Bəzisi yalandan təqdim edə bilər özünü, bəzisi şou göstərə bilər. Amma özünü tanıtmaq, gerçəkdən arzularından danışmaq, xəyallarından danışmaq, inan ki, səni daha yaxşı yerlərə götürəcək və bundan heç vaxt qorxma və özünü də həmişə buna inandır. Ümid edirəm ki, arzularımız haqqında olan balaca qızımla olan video xoşunuza gəldi. Vanilya da mənim arzularımdan biri idi. Və hər dəfə, hər yerdə dedim. Və qızım hal-hazırda saçlarımı yeyir, görürsünüz.
Vanilya, salam de, salam de. Pati göster. Vanilya'nın patisinin tozluğu. Evin bütün tozunu süpürüp. Kızım. Kızım. Mamaya bak Vanilya. Vanilya. Darıxmışdın mama için bugün? Hı? Darıxmışdın mırmırım?